Aha, növbəti mövzumuz ümumi təlim nəticələri. Deməli, ümumi təlim nəticələrinin açar sözlərini gəlin yazaq. Nədir ümumi təlim nəticəsi? Bax, bizim mövzudan çıxartdığımız məqsəd. Bax, mövzudan çıxartdığımız məqsəd. Məsələn, mənim mövzum gigiyena qaydalarıdır da, yazırsınız, plan yazırsınız, elə deyil mi? Aytən müəllimə. Plan yazırsınız, gigiyena qaydaları. Məqsədini necə yazırsınız? Gigiyena qaydaları nə əməl edir? Və yaxud da mövzum etdiyini nümayiş etdirir. Qaydaları bildiyini nümayiş etdirir. Sadalayır. Və yaxud da mövzum həndəsi, mövzum həndəsi fiqurlardır. Məqsədim nədir? Kvadratı tanıyır, fərqləndirir, hər gün yazdığımız mövzudakı məqsədini siz bax mətanət bəlbəsiz yazmırsınız. Deməli, işləmirsiniz də. Gündəlik planda mövzu yazırıq. Tutaq ki, mənim mövzum, planımız olur da bizim gündəlik planımız. Mənim mövzum həndəsi fiqurlardır. Həndəsi fiqurlardır. Mənim məqsədim nədir bəs? Mənim məqsədim 3-4 olmalıdır. Çox sadə 3-4 ola bilər, hələ ki 1 ilə izah edir, çox da ola bilər. Məsələn, ən sadə həndəsi fiqurları fərqləndirir. Həndəsi fiqurları fərqləndirir. Tanıyır. Bəli. Nədir mənim adı? Mətanət müəllimə. O məqsəddə də mən üzr istəyirəm. Yəni siz öyrətdim yox. Uşaq bilir. Öyrətdim deyil. Yəni məqsəddə yəni üzr istəyirəm. Yəni əsas o ya məqsəddə yəni uşaq bilir. Həndəsi fiqurları fərqləndirir. Tanıyır. Yəni mənim mövzumun adı budur. Bəs mənim mövzudan mən nə nəticə çıxarıram? Uşaq nəyi bilməlidir? Həndəsi fiqurları fərqləndirməyi bilməlidir. Fərqləndirməlidir, öyrətməliyəm. Nə olursa olsun, mən məqsədimə riayət etməliyəm, öyrətməliyəm. Bəli. İndi bax, bu özü ümumi təlim nəticəsidir. Ümumi təlim nəticəsinin bilirsiniz məqsədi nədir? Bu cümlənin yazılma qaydasıdır. Məsələn, həndəsi fiqurları fərqləndirəcək desəm, olar mı? Deməli, ümumi təlim nəticəsinin tələbi nədir? İndiki zamanda olmalıdır. İndiki zamanda olmalıdır. Müəllim fəaliyyəti olmamalıdır. Sağ ol, bax, olmalıdır. Tutaq ki, heç məqsəddə yazmısınızmı ki, tutaq ki, Leyla'ya yazıram. Xoşum gəlir, nə bu Leyla'dır? Deməli, bir də sözləri yamanları Leyla, Aygül. Dedim, bir də dərsdə çıxmışam. Dedim, ay müəllimə, orada bir şey var. Niyə şərbləndirmişsin? Deyirəm, bir şərblən. Anladım, şərblən yox. Nəsə o Leyla sevirəm, nə Leyla. Aha, mövzum həndəsi fiqurlardır. Məqsədim nədir? Məqsədim, bax, dedik ki, həndəsi fiqurları fərqləndirir. Bax, heç yazmısınızmı müəllimələr, işləyən müəllimələr? Yazmısınızmı? Leyla, tərbiyəçi müəllimlə birlikdə həndəsi fiqurları fərqləndirir. Anası ilə yazmısınızmı? Bacısı ilə qardaşı var. Olmaz. Deməli, uşaq burada nə olmalıdır? Tək olmalıdır, tək. Tək uşaq fəaliyyəti olmalıdır. Köhnə jurnallarda vardı, gözümə çatıb. Uşaq fəaliyyəti, yox, köhnə jurnallar səhvdir. Uşaq fəaliyyəti olmalıdır. Yəni, burada heç kimin kömək, dəstək olmamalıdır. Dəstək 15 ondan sonra o fərqləndirir, bilir, oyla yazır. Mən gələndə də birinci o bücür yazır. Öyrədirəm. Bir də 2015-də məktəbində biz, mən gələndə də ilk başında 2015-də biz Ben 2009'da gəlin gəlmişəm, gəlin gələndə qaynanamın jurnalını yazıram. Orada da müəllimə onu elədi, Orada yerləyir, 87-ci ildə işləyirəm. Bax, Ali, ən sadə düşür. Hətta diaqnostik qiymətləndirmədə 4 sual düşmüşdü bundan. Sadə bir sualdır. Düzgün ümumi təlim nəticəsini tapın. Baxıram da, indiki zamanda olmalıdır, heç kimin köməyi olmamalıdır. Salam. bir dənə orada qayıdınıza gəlin, müəlliməsi ilə idi orada. Müəlliməsi ilə birlikdə. Biri gələcək zamanda idi, biri müəlliməsi ilə.
Nə müəlliməsi, bax, olan ki, birdən baxarsınız ki, indiki zamanda da tez götürərsiniz, yox. Baxın, görün, uşaq təkdir, yoxsa kimsə var yanında. Kimsə görməz, salam, bu da ümumi təlim. Həyatımızda var, iki uşaq birlikdəydi. İki uşaq birlikdə də olmaz. Məsələn, Leyla ilə Şəbnəm birlikdə olmaz. Birlikdə həndəsi figurları olmaz. Rahat olsun da biraz. Aha, həndəsi figurları fərqləndirir desəm olmaz. Çünki Leyla tək olmalıdır, Şəbnəm də tək olmalıdır. Bir də ümumi təlim, bəli. Ümumi təlim nəticəsi, nəticə adına məlum olduğu kimi nəticə yönümlü olmalıdır. Bayaq dediyimiz kimi, mən bunu əvvəlcədən planlaşdırmalıyam. Əvvəlcədən. Bir də ümumi təlim nəticəsində mən burada neçə məqsəd yazdım? Bir məqsəd. 2 də yaza bilərəm, 3 də yaza bilərəm, 4 də, daha 5 yaza bilmərəm. 3-4 fəaliyyətdən ibarət olmalı. Uşağı 5 dənə yazıb, 6 yazıb uşağı yormamalıyam. 3-4 fəaliyyətdən olmalıdır. Məsələn, həndəsi figurları fərqləndirir. Kvadratı çəkir. Məsələn, dairəni kəsir, yapışdırır. Kəsir, yapışdırır. Bir gözəl məqsədlər qoydunuz mənə. Bəli. Yaza bilərəm. Tərəfi bucaq hər gün yazdığımız Aysa. Üç bucaq haqqında danışır. Üç bucaq danışır. Gördünüz? Bəli. Artıq 3-4 fəaliyyətdən ibarət olmalıdır. Deməli, ümumi təlim nəticəsində açar sözlər indiki zamanda olmalıdır. Tək uşaq fəaliyyət olmalıdır. Kömək dəstək olmamalıdır. Nəticə yönümlü olmalıdır. Əvvəlcədən, yəni planlı olmalıdır. Nəticə yönümlü olmalıdır. Bəli, olmalıdır. 3-4 məqsəd olmalıdır. Məsələn. Ən çox olsa 3-4 məqsəd. Aşağı yormaq olmaz da. Çox məqsəd. Bir dənə məqsəd yazılır. Hamı bir dənə yazır. Hamımız bir dənə yazır. Bir dənə məqsəd yazılır. Aha, belə. Çəkdiniz şəklini göstərməm lazım. Siz çəkin, mən videonu saxlayım.